Əmrəli Məryəm Abşeron, Məmmədli Dəniz Ağdam. Hayat idmançılar gəldilər mübarizə meydanına. Məryəm Əmrəli və Dəniz Məmmədli və son yoxlamalar. Görüşü xalça hakimi Sevinç Yusubova. Start fitini səsləndirdi, belə demək mümkünsə, və görüş başladı. Dərhal da qırmızı geyimli idmançıdan ilk həmlə elə ilk saniyələrdəcə 2 xalı qazanır Məryəm Əmrəli. Daha 2 xal. Daha 2 xal. 6-0 hesab. İndi böyük ehtimalla görüş saxlayacaq. Sevinç Yusubova. Məryəm Əmrəli daha bir cəhd edir. Görüşü vaxtından əvvəl başa vurmaq üçün əla fürsəti var. 4 xal lazımdır ona. Ağ xalçası Bayramova Fatimə, Mücibçi, Nadili Aynur Qaf. Hələ ki xal qazanan olmayıb, 6-0'dan sonra təbii ki mən o deyirəm. İndi Məryəm Əmrəli həmlə etməyə çalışır. Daha 2 xal qazandı Məryəm Əmrəli. Bir fənd işlədə bilsə artıq birinci hissədə qələbəni təmin etmiş olacaq. Hakim görüş saxladı, ayaqsa davam verəcək mübarizə. Birinci hissə son 10 saniyəsi. Çətin ki, fasiləyə qədər dəyişiklik olsun. Çünki buna vaxt qalmayıb. Amma bunu dediyim anda sonuncu saniyədə 2 xal qazanır Məryəm Əmrəli və hesab 10-0 olur. İndi hakimlər vaxta uyğun qərar verəcəklər. Yox, 10-0 hesab, bəli. Artıq ikinci hissəyə ehtiyac yoxdur. Qırmızı geyimli idmançı Məryəm Əmrəli vaxtından əvvəl qələbə qazanaraq 10-0'lıq fərqi yaradaraq mübarizədən qalib ayrılır. Abşeron idmançısı. İşte təkrarlar izləyirik.